Ayda cəmi 27 manat ödəməklə hər həftə sonu ödənişsiz və limsiz şirniyyat yeyə bilərsiniz desəm, inanarsınız? Məncə inanın, çünki bu realdır. Bunu necə etdiyimi öyrənmək istəyirsən, o zaman videonu sona kimi izlə. Yeni işə qəbul olan qrup yoldaşını təbrik etmək üçün şirniyyat mağazasına tor seçdikdən sonra Nizamiyə yola düşürəm. İşlədiyim məkanda biraz vaxt keçirdikdən sonra yolun digər hissəsinə keçib Caspian Plazaya doğru gedirəm. Elə məhz hər şey də buradan başlayır. Caspian Plazanın 10-cu mərtəbəsində yerləşən Lütfüzadə Center'ın Matrix otağında bizim təlimimiz olacaq. Niyə mənim yox bizim dedim? Gəlin bunun açıqlamasını sizə verim. Mən artıq 2 aydır Kəmalə Rövşənin yaradıcısı olduğu Soul Mark klubunun üzvüyəm. Bu klubda mən öz şəxsi brendini inkişaf etdirərək önə çıxmaq istəyən onlarla xanımla bir aradayam. Biz hər həftə sonları bizim şəxsi brendimizə müsbət təsir edəcək müxtəlif təlimçilərlə görüşürük. Biznesin maliyyə idarə etməsi üzrə mütəxəssis olan Şahla xanım bizə illər boyunca bildiyimiz, doğru olan, amma əslində təməli yanlış olan bilgilərin açıqlamasını verdi. Təlim bitən kimi Kəmalə Rövşən bizi coffee break-ə dəvət elədi. Bu coffee break-də müxtəlif şirniyyatlar var və hər həftə təlimdən sonra bizə fərqli şirniyyatlar yedizdirir. Kofe, çay və maraqlı söhbətlər. Sizə deyərdim ki, məhz inkişaf da elə coffee break dövründə başlayır. Çünki təlim müddətində bizə soyuq olan bilgiləri biz coffee break hissəsində bir daha müzakirə edirik və müzakirədən sonra isə ümumi nəticəyə gələndə artıq başa düşürük ki, biz bundan sonra necə yol almalıyıq. Müxtəlif sahələrin təmsilçiləri olsaq da biz hər zaman təlimdən sonra bir-birimizin dəyərləndirməsini mütləq formada aparırıq. Sən nə düşünürsən? Həm pulsuz şirniyyat yeyib, həm də təlim almaq səncə də çox sərfəli deyil?